Bəli, 26. 26. Hə. Nömrə keçək neçəyə? 27-yə. B1 bərabərdir. B1 bərabərdir 2. B6 bərabərdir 64. Seslərin vurğunu tapın. 2 bərabərdir suala. Deməli, B6 bərabərdir. B1 vurulsun küstü 5-ə. İndi küstü 5 də bərabərdir. B6-nı bölürəm nəyə? B1-ə 2-yə. 32. Küstü 5 bərabərdir. 32. 32-yə bərabərsə 32 neçə üstü 5-dir? 2 üstü 5-dir də. 5-lər getdi. 2 nəyə bərabər oldu? 2-yə. Oldu hansı variant? Y variant. 2-ni 5 dəfə öz-özünə vuranda 32 eləyir. Baxırsan ki, burada 5-sə, deməli üstündə nə olmalıdır? 5 olmalıdır. Sonra nömrə 28-də bizə deyir ki, ardıcılın hansı həndəsi silsilədir? Həndəsi silsilədir. 3 üstü n. 3 üstü n. Baxın. 3 üstü 1, 3-dür. 3 üstü 2, 9-dur. 3 üstü 3, 27-dir. 3 üstü 4, 81-dir. 3 3-ə vuranda 9 eləyir. 3-ə vuranda 27 eləyir. 3-ə vuranda eyni bir ədədə vurulması nədir? Həndəsi silsilədir. Olur yalnız nə? 2C variantı. Nömrə 29-da yenə baxırsınız. X üstü n bərabərdir 2 üstü mənfi n. Elə bil yenə azalacaq. Get-gedə azalacaq. Məsələn, 2-də 1, 4-də 1. Yəni, eyni qədər azalır. 2-də 1-ə vura-vura gedirlər. Ona görə yalnız 2-ni götürəcəksiniz. Nömrə 30-a baxağın. Nömrə 30-da hansı həndəsi silsilədir? Y variantına baxın. 6, 24, 96. 6-nı 4-ə vururam. 24, 4-ə vururam. 96. Eyni bir ədədə vurulması nədir? Həndəsi silsilədir. 30 olacaq hansı variant? Y variantı. Mənim qayda 31. Hə. 32-yə baxağın. 31 də yenə buna aiddir. B7 bərabərdir nəyə? Kökdə 3-ə. B5 vurulsun, B6 vurulsun, B7 vurulsun, B8 vurulsun, B9 hasilini tapın deyir. Bərabərdir suala. B7 nədir? Kökdə 3-dür. İndi ortadakının kvadratı bərabərdir kənardakıların hasili nə? B6 ilə B8-in həndəsi silsilədə belə olur. Deməli, B7 kökdə 3-ün kvadratı bərabərdir B6 vurulsun B8-ə. B6 vurulsun B8 də bərabərdir. İkinci dərəcədən qalır 3. 3. İndi B5 vurulsun B9 da həmçinin bərabər olacaq 3-ə. 2 dənə 3 var. Bax, bunun yerinə 3 yazıram. Bunun yerinə 3 yazıram. Bu da kökdə 3-dür. Neçə oldu? 9 kökdə 3 eləmədimi? Hasilini tapın deyir. C variantı. İndi şərtinlə verib. İndi güya həmin misaldır. Prosta şərtinlə veribdir. B4 bərabərdir kökdə 3 olarsa, onun ilk 7 həddinin hasilini tapın. İlk 7 həddinin B1, B2 həddi deyir. B3, B4, B5, B6, B7 hədd deyirsə budur. Nə olsun iki söz var? Cəm olsa S7-lə işarələyəcəydiniz. B4-üm nədir? Kökdə 3-dür. B3 vurulsun B5. B4-ün kvadratı bərabərdir. B3 vurulsun B5-ə. B4-üm kökdə 3-dür. Kökdə 3-ün kvadratı bərabərdir.
B3 vurulsun B5-ə. İkinci dərəcədən gedir. B3 vurulsun B5 bərabərdir 3 olur. Bu neçə oldu? 3 oldu. Bu neçə oldu? 3 oldu. Bu neçə oldu? 3 oldu. 3 vur 3 9. 9 vur 3 27. 3 dənə 3 var da. Bir dənə bu. Bir dənə bu. Bir dənə də bu. 9 27 kökdə 3 eləyir. Bunların hasilini soruşur. Olur hansı variant? B variantı. 34 də ona aiddir. Prosta orada 5 həddinin hasilini soruşur. Nömrə 35-ə baxaq. B7 çıx B1 bərabərdir 18-ə. Q bərabərdir 7 olarsa ilk 6 həddinin cəmini, yəni S6 bərabərdir suala. İndi B7-nin yerinə nə yazacağam? B1 vurulsun Q üstü 6. Çıx B1 bərabərdir 18-ə. B1-in mötərizə xaricinə çıxardacağım hər ikisində olduğuna görə. Q üstü 6 bunun yerində nə qaldı? 1 qaldı. Bərabərdir. Neçə oldu? 18 oldu. S6 bərabərdir. B1 Q üstü 6 çıx 1 böl neçəyə? Q minus 1-ə. Bərabərdir. B1 Q üstü 6 minus 1 nəyə bərabərdir? 18-ə. Q nəyə bərabərdir? 7-yə. 7 çıx 1-ə. 18-i bölürəm 6-ya. Neçə qalır? 3 düşür. Olur hansı variant? B variantı. Nömrə 36-ya baxaq. Nömrə 36-da 1 bölünsün kökdə 2 və sonsuz həndəsi sislərin cəmini tapın deyir. İndi B1 birinci gələn B1 birinci həddi, ikinci gələn ikinci həddi bildirir. Sonsuz həndəsi sislərin cəmini tapın. Cəmini bizə nömrə verməyib. Bərabərdir suala. S bərabərdir B1 1 minus 2. Sonsuz həndəsi sislərini tapın demək istəyir. Və Q də bərabərdir çoxu böləcəm B1-ə. B2 1 böl kökdə 2-dir. Bu da 1-dir. Böləndə 1 böl kökdə 2 olur. Deməli, B1-in 1-dir. Bu da 1 minus 1 böl kökdə 2-dir. Bərabərdir. 1, bunun məxrəci 1-dir. 1-lə kökdə 2-yə kökdə 2-dir ortaq məxrəc. Kökdə 2-ni 1-ə böləndə kökdə 2 qalır. Üstündəkinə vururam. Kökdə 2 olur. Minus 1 olur. Kökdə 2 yuxarı qalxır. Kökdə 2 yuxarı qalxır böləndə. Bölə bilmirsinizsə nöqtəli böləclə bölün. Kökdə 2 minus 1 olur. Baxırsınız, belə cavabımız yoxdur. Biz kvadrat köklərdə irrasionallıqdan qurtarmağı keçmişdik. Deməli, onda kökdə 2 minus 1-in qoşmasına vuracam. Qoşmasına vuracam. Kökdə 2 sürət və məxrəci. Kökdə 2 plus 1. İndi bu nə elədi? Bu nə elədi? 2 minus 1, 1 elədi. Bunu da 1-ə böləndə elə özü eləyir. Kökdə 2 minus 1. Bunda belə cavabımız yoxdur. Vurmadı. Kökdə 2-ni kökdə 2-yə vuranda 2, plus kökdə 2-ni 1-ə vuranda kökdə 2-nin özü eləyir. O da olur hansı variant? D variantı. Sonra keçəyin 37-yə. 37-yə. Nömrə 37. Nömrə 37-də S-in bərabərdir 3 çıxılsın 3 1 minus n-ə. Düsturla verilən həndəsi sislərin ikinci həddini tapın. İkinci hədd nədir? Hədd B-dir. Hədd B-dir həndəsi sislədə. Ədədi sislədə aydı, həndəsi sislədə hədd B-dir. İndi B2, yəni ikinci həddi tapın. B2 bərabərdir suala. B2 nəyə bərabərdir?
B2 bərabərdir S2 çıxılsın S1-ə. İndi S-in yerinə, N-in yerinə bir dəfə 2 qoyuram, hesablayıram. 3 çıxılsın, 1 çıxılsın, 2. 3 çıxılsın, 3 üstü -1. 3 çıxılsın, 3 üstü -1 nə deməkdir? 3-də 1 deməkdir. 3 qalır, 3, 1, 1, 3, 9 minus 1 oldu neçə? 3-də 8. Bir dəfə də 1 qoyuram. 3 çıxılsın, 3, 1 çıxılsın, 1. 3 çıxılsın, 3 üstü 0, 3 üstü 0 1-dir. 3-dən də 1 çıxıram, 2 qalır. İndi gətirirəm bu düsturda yerinə qoyuram. B2 bərabərdir S2 çıxılsın S1-ə. S2 nədir? 3-də 8-dir. S1-im nədir? 2-dir. Bərabərdir. 3 ortaq məxrəc 1-dir. 3 olur. 8 çıx 6 olur. 3-də 2 olur. 3-də 2 olur. Olur C variantı. Sonra nömrə 38-ə baxağın. Nömrə 38-də deyir ki, həndəsə sislərin ikinci həddi. Yəni ikinci hədd B2-dir. Həddi 5-ə olarsa deyirsə bərabərləşdiririk. Olarsa bərabərdir sözü varsa bərabər edirsiniz. İlk 3 həddinin cəmini. Yəni ilk 3 həddi cəm nə hərfindən şair olunur? S hərfindən. S3 bərabərdir B1 küstü 3 minus 1 böl 2 minus 1. Dedim axı düstur əzbərləyin. Küstü N minus 1 bölünsün 2 minus 1-ə. B1'im indi bizdən ilk 3 həddinin cəmi demir bizə. Cəmi demir. Bəs mən nə yazmışam? İlk 3 həddinin hasilini soruşur. İlk 3 həddinin hasilini soruşur. B1 vurulsun, B2 vurulsun, B3 soruşur. Bərabərdir suala. B2'nin yerinə 5 yazıram. 5'in kvadratı bərabərdir. B1 vurulsun, B3'ə. B1 vurulsun, B3 də bərabərdir 25'ə. B1 vurulsun, B3'in yerinə 25 yazıram. 25'i də 5'ə vuranda eləyir 125. Bu üç həddinin hasilini soruşur. Olur B variantı. Bura düzəldim. Səhv işarələnib. İndi ilk 3 həddinin hasilini soruşur. Bu da ona aiddir. Keçən nömrə neçəyə? 40-a. 729'da 2 ədədi 2, 3'də 2 nöqtələr həndəsi silsilənin neçənci həddidir deyir. Həndəsi silsilənin neçənci həddidir. Deməli, ədədi. Bu nədir? Ədədimdir. Yəni S-dir. S bərabərdir 729'da nədir? 2'dir. Bəs burada məndən nəyi soruşur? N'yi soruşur. Yəni B'ni bilirəmmi? Bilmirəm. Yaxşı. S bərabərdir B1, 1 minus Q düsturundan istifadə edək. Küp birinci B1'imdir, ikinci B2'imdir. Q də bərabərdir B2'ni bölürəm nəyə? B1'ə. 3'də 2'ni bölürəm nəyə? 2'yə. Bu da eləyir 3'də 1. Q'ya tapdım 3'də 1. 1'dən 3'də 1 çıxanda 3'də 2 qalır. Bu da 1 olur. Bu da olur 2'də 3. 2'də 3. Bəs yaxşı. Neçənci həddidir? Bu düsturla da alınmadı. Bizə bu düsturla vermədi bunu. Onda keçəyin başqa
Deməli, 700 qoy görüm nə demək istəyir bu? 729-da 2 ədədi. 2, 3-də 2 nöqtələr həndəsə sislərin neçənci həddidir? Yəni, B-yin neçənci həddidir deyir. B-ni soruşur, E-ni soruşur. Neçənci həddidir deyir. S-in bərabərdir. S-in bərabərdir. B1 küstü N minus 1 Q minus 1'ə. B1'in yerinə, bunun yerinə yazıram 729'da 2. Bu S-ni bildirir, yaxşı. B1'im də birinci gələn də birinci həddir. Yazıram 2. Q də nəyə bərabərdir? Bu B2'dir. 3'də 2'ni bölürəm 2'yə, qalır 3'də 1. Q də nədir? 3'də 1 üstü N çıx 1 və salam. Bu da Q də 3'də 1 çıx 1. Oldu belə. İkilər ixtisar getdi. Burada nə demək istəyir? Yaxşı, bunu axıra qədər gedək. 729'da 1 bərabərdir. 3'də 1 üstü. 3'də 1 üstü N çıx 1 mənfi 3'də 1. Aha. İndi 729 3 üstü neçədir? Bax, 3'ün üstündə 4, 81'dir. 3 üstü 5, 243'dür. 3'e də vuranda neçə eləyir? 12, 729. 3 üstü 6'dır. Deməli, indi diqqətlə qulaq asın. Eləməyin lövhəni uşaqlar. 3 üstü 6 üstü 1 nə deməkdir? 3 üstü mənfi 6 demək deyilmi? Hə? Surətə qalxanda əks işarə ilə qalxır. Deməli, 3 üstü mənfi 6 yazıram və bərabərdir. 3 üstü mənfi n çıx 1. Bu da 3 üstü mənfi 1'dir. İndi bunu çal-çarpaz vurağım belə. 3 üstü mənfi 6 vurulsun 3 üstü mənfi 1 bərabərdir. 3 üstü mənfi n çıx 1'ə. 3 üstü mənfi 7 bərabərdir 3 üstü mənfi n'ə. 3 üstü mənfi n'ə. N də bərabərdir. Niyə 7 götürüb? Bəs 1'i hardan alıb? Bəs 1'i niyə götürməyibdir? Burada da 3'lər bərabər olduğuna görə mənfi 7'ni mənfi n'ə bərabər eləyib. N də bərabərdir 7 götürüb. Bəs yaxşı, 1'i biz harda itirdik? Burada 3'də 1 üstü n çıx 1, 3'də 1 üstü 3'də 1 mənfi 3'də 2, 2'lər gedir. 3 də yuxarı qalxır. Bircə dəqiqə qoy bunu bir də yazım. Bax, bu düsturla gedib. S-n bərabərdir. Nəyə? 729'da nədir? 2'dir. B1'im nəyə bərabərdir? Birinci gələn həddim 2'dir. İkinci gələn həddim 3'də 2'dir. Eləməyin da lövhəni. Fikrim yayınır axı. Həndəsi sislənin neçənci həddidir deyir. Həndəsi sislənin neçənci həddidir? Yəni S-ni soruşur. S-n bərabərdir. B1 küstü n minus 1 Q minus 1. Oldu mu belə? Aha. Müəllim,
Olarmı bunu S bərabərdir sonsuz səndəsiz silsiləylə eləmək olmaz. Sonsuz səndəsiz silsiləylə eləmək olmaz. 729-da nə yazıram? 2 yazıram. Bərabər eləyirəm. B1-im 2-dir. Q neçədir? Q-yə neçə tapmışdıq? Q 3-də 2 bölünsün 2-dir. Bu da 3-də 1-dir. 3-də 1 üstü n çıx 1-dir. Çıx 1-dir. 3-də 1 üstü n çıx 1-dir. 3-də 1 çıx 1-dir. Q-nun yerinə 3-də 1 qoydum. İndi ikilər ixtisar getdi. Qaldı 729-da 1 bərabərdir. 3 üstü mənfi n çıx 1. 3 üstü mənfi n çıx 1. Bax 3'də 1 üstü n nə deməkdir? Bax 3'də 1 nə deməkdir? 3 yuxarı qalxır. Bax bunun üstündə 1 var. 3 yuxarı qalxanda 3 üstü mənfi 1 kimi qalxır yuxarı. Yəni bunu 3 üstü mənfi n kimi yaza bilərəm. 3'də 1-dən də 1 çıxanda mənfi 3'də 2 olur. İndi burada gəlin belə eləyək. Mənfi 3 yuxarı qalxır. Mənfi 729 3 üstü mənfi 6 idi mi? 729 3 üstü 6 idi mi? 3 üstü 4'üm 81, 3 üstü 5'im 243, 3 üstü 6'dır. Hə. 3 üstü mənfi 6 bərabərdir. 3 üstü mənfi n çıxılsın 1. Bu da mənfi 3'də 2'dir. İndi bu 3 bax bu 3 yuxarı qalxacaq. 3 üstü mənfi 6, 3 üstü mənfi n vurulsun 3 çıx 1. Çıx 1 vurulsun 3. Bölünsün də 2'yə. Bölünsün də 2'yə. İndi 3 üstü mənfi 6 vurulsun 2. Çal çarpaz vururam. Bərabərdir. 3 üstü mənfi n çıx 1 vurulsun nəyə? 3'ə. İndi bunu buna vuranda 3 üstü mənfi 6 vuru 2 bərabərdir. 3 üstü mənfi n. Bax 3 üstü mənfi n'i 3'ə vuranda bunun üstündə 1'dir. Əsaslar eyni olanda üstlər nə olur? Toplanılır. Mənfi n plus 1 minus 3 olur. İndi nə edəcəm? Ən yaxşısı bu əsaslar 3'lər eynidirsə onu götürürəm birbaşa. 3 üstü mənfi n plus 1 üstlər əsaslar eynidir atıram. Plus 1 bərabərdir mənfi 6'ya. Mənfi n bərabərdir mənfi 7'yə. 1 bərabərliyin bu üzrə keçir. N də bərabərdir 7 düşür. Məsələn. Keçək nömrə 41'ə. 40'a kimi bəs eləyərmi? Müəlliməm, mən ədəd silsilədə 82 kimi işlədim. Axıra kimi işləməliyəm, yoxsa məncə 82 kimi bəs edirəm? Yox, heç ehtiyac yoxdur. Asan formaları düşəcək. Narahat olma. Mənə nə gedir? Mən bu dəqiqə istəsəm sizə liseyin hazırlığını, müəllimlərin hazırlığını keçərəm.